Salamlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Bugün sizlə dəyər və layiqlik duyğusunda başlayıram. Mənimlə daha çox işləmək istəyirsinizsə, açıqlama qisminə qeyd edəcəm ki, necə əlaqə saxlayıb işləyə bilərsiniz və rəy hissəsində ətraflı məlumat əldə edə bilərsiniz. Bugün dəyər və layiqlik duyğusundan danışacağam. Qeyd edim ki, bu mövzu çox uzundur. Həftələrlə, saatlarla, aylarla, günlərlə danışmaq olar. Amma mən bugün sizə bugünkü çatdırmaq istədiyim hissədən fokuslanıram və hər dəfə çalışacağam ki, fərqli videolar çəkim ki, siz hər dəfə fərqli istiqamətindən dəyər və layiqlik duyğusunu kəşf edə biləsiniz. Dəyər nə deməkdir? Dəyər odur ki, bir də onu qeyd edeyim punkt kimi. Bu video tamamilə ödənişsizdir və bu video sizin fərqindəliyiniz və baxış bucağınıza görə dəyişir və burada siz durub bu video ilə uşaqlıq travmalarınızı, valideyn travmanızı, münasibət travmalarınızı həll edə bilməyəcəksiniz. Bu video sadəcə sizə fərqindəlik bəxş edəcək ki, dəyər duyğusunu başa düşəsiniz, anlayasınız və həyatınızı yenidən proqramlamaq istəyən, şəxsi inkişaf keçmək istəyən insanlar üçün kiçik bir başlanğıc olsun. Yəni travma sözü ümumiyyətlə ağırdır, bir prosesdir. Buna terapevtik zaman müddət lazımdır ki, işləyəsən. Ona görə individual terapiya dönə-dönə tövsiyə edirəm. Yəni ən pik nöqtədəsizsə. Amma okey, indi gəlin davam eləyək. Çünki bunu demək borcum idi. Okay. Dəyər nə deməkdir? Dəyər o deməkdir ki, mən özümü layiq bilirəm. Baxın, sən özünü nəyə layiq bilirsən? Məsələn, mən özümü layiq bilirəm böyük evdə yaşamağa. Mən özümü layiq bilirəm stabil maaşlı işdə işləməyə. Məsəl üçün, mən özümü layiq bilirəm həyətdə gəzməyə. Mən özümü sevməyə layiq bilirəm. Mən özümü sevilməyə layiq bilirəm. Mən özümü məsəl üçün də olduğum kimi özümü sunmağa layiq bilirəm. Yəni istənilən ağlınıza gələn və ya xoş olan və ya xoş gəlməyən istənilən bir düşüncəni qoyub bu modeli çıxara bilərsiniz. Birinci etap, mən özümü nəyə layiq bilirəm? Tamam, gəlin indi praktik hissəsinə keçək. Praktik hissə odur. İndi yaşadığınız evə baxın. Sürdüyünüz maşına baxın və yaxud da yoxdursa ona baxın, əlinizdəki telefona baxın və yaxud da ki, anatanıza baxın və yaxud da ki, yəni maddi mənəvi hər şeyə baxın, övladlarınıza baxın. İndi güzgüdə sadəcə özünüzə baxın, nə bilim, buluda baxın, səmaya baxın, maddi mənəvi ölçülə bilən və ölçülə bilməyən bir proseslərə baxın. Buna nəzərən özünüzü necə hiss edirsiniz? Heç olubmu ki, məsələn, baxmısınız, ayda, gör mən nə gündə evdə yaşayıram və yaxud da ayda heç mənim maşınım yoxdur və yaxud da ki, ayda kaş gözəl münasibətim olardı, ayda, nə bilim, kaş falan işdə işləyərdim. Bunların hamısı dəyər duyğusudur. Təbrik edirəm. Həyatımızda maddi, mənəvi, ölçülə bilən və ölçülə bilməyən hər bir şey, sahib olduğumuz hər bir şey dəyərdir. Amma dəyər duyğusu, layiqlik duyğusu maddiyyat deyil. Yəni, maddiyyat bizim içimizdə yaranmayandan sonra çöl dünyamızda olmur. Əgər bugün mənim maşınım yoxdursa, evim yoxdursa, hər hansısa bir işim, gücüm, məsəl üçün deyək də, istədiyim finansal azadlığa malik deyiləmsə, yəni istədiyim şeyləri qura bilməmişəmsə, demək ki, içimdə hələ o dəyəri yarada bilməmişəm. Bu mənim dəyərsiz olmağım deyil, ha? Yəni öz şəxsiyyətimizi buna bağlamırıq. Çox insanın çaşdığı hissə budur ki, öz şəxsiyyətini, məsəl üçün evlə, maşınla, pulla və yaxud da ki, nələrlənsə ölçür, maddi ölçülə bilən. Bu çox yanlış bir şeydir. Əsas məsələ odur ki, mən o dəyəri içimdə yaradacağım, sonra o çöl dünyamda maddiyyat kimi çıxacaq. Pul şəklində, ev şəklində, maşın şəklində, məsələn, iş şəklində və s. Və insanın sahib olduğu dəyərlər var ki, onlar da dəyişmir. Bu anadır, atadır, övladdır, həyat yoldaşıdır. Əgər həqiqətən ürək kontaktınla, qarşılıqlı təmasla qurulan bir münasibətdirsə, təbii ki, bunu dəyişmək mümkün deyil. Bu bizim dəyərimizdir. Amma biz yəni də öz şəxsimiz olaraq özümüzü daxilən yenə dəyərsiz hiss ediriksə, həyatımızda anatamız da, övladımız da, hətta yoldaşımız da bizi zaman-zaman bu dəyərsizliyə düçar eləyəcək. Ona görə dəyər duyğumuz harda başlayır? Bizim içimizdə başlayır. Dəyər duyğusu nədir? Mən nəyə layiqəm? Yəni layiqlik duyğusu. Buradan əslində sizə çatdırmaq istədiyim əsas məqsəd nədir? Biraz ana xətt kimi qabağını danışdım. İndi istəyirəm ki, davamını eləyim. Yəni bu video yenə də deyirəm, hər kəs üçün deyil, biraz dərin psixoloji, analitik düşüncə tələb edən insanlar üçündür. Daha performans girək. Okay. Mən başa düşməliyəm ki, deyək ki, bax, prosto tak belə izah edirəm. Tamam ki, bu mənəm, bir dənə yumru bir dairə götürürəm, içərisində yazıram ki, mən. Düzdürmü? Bu mənəm. Yəni, hamınız bu mənim. Və bu mən, yəni bu mən, şəxsiyyətimə bağlı olan hissə, bu mən olan hissə nədir? Öz içində bu dəyəri yaratmalıdır ki, çöl dünyada da görsün. Amma məsələ budur ki, mən çöl dünyamda nəyi görmək istəyirəmsə, yenə də mən qərar verirəm. Və mənim özümə nə qədər çoxuna icazə verirəmsə, nə qədər çoxunu özümü layiq bilirəmsə, nə qədər çoxunu özümə dəyər verirəmsə, mən əgər, baxın, əgər evindən şikayət edirsənsə, maşınından, yaşayışından, övladından, yoldaşından, ərindən, partnyor, hər nə şikayət edirsən, bax, bura yazıram, şikayət etdiyin hər nədirsə, və yaxud da ki, şükür etdiyim, burada aşağı hissədə, burada yazaq yaxşı, şükür ki, düşsün orada. Şükür etdiyim nədirsə, bunun hamısını istəsəm də, istəməsəm də mən yaratmışam.
Şikayət etdiyim şeylər şuuraltı mexanizmlərdir. Şükür etdiyim şeylər həyatımda real qəbul etdiyim şeylərdir. Gəlin bir şeyə baxaq. Çöl dünyamda bu gün nə varsa və mən bu gün nədənsə narazıyamsa, nədənsə şükür edirəmsə, bunu mən yaratmışam. Bir var boş-boş şükür demək. Bu ayrı bir mövzu olsun, buna qarışdırmayaq. Bir də var ki, həqiqətən şükür demək. Həqiqi şükür insanı çoxaldır. Bu başqa mövzu olsun. Şikayət. Şikayət nədir? Yəni mənim maşınım var, evim var, yoldaşım var, partnyorum var, övladım var, işim var, hər nədirsə mən bundan narazıyam. Çünki əslində şuuraltı olaraq özümdə layiq bilmirəm ki, daha yaxşısı olar. Düsturu gördünüz, çıxdı. Layiq bilmirəm. Özümü yaxşı həyat yoldaşına layiq bilmirəm, özümü xoş münasibətə layiq bilmirəm, özümü xoş davranışa layiq bilmirəm, özümü yaxşı evdə yaşamağa layiq bilmirəm, yaxşı maşına layiq bilmirəm, partnyora layiq bilmirəm, münasibətə layiq bilmirəm, işə layiq bilmirəm, gəzməyə layiq bilmirəm, hər nə desiniz, yaxşı övlada layiq bilmirəm. Həyatımda yaratmış olduğum bu şikayətlərdə nədir? Layiq bilmədiyim hissələrdir. Bu qədər qısa. Başa düşdünüzsə, anladınızsa, yəni bu böyük bir fərqindəlikdir. Əgər başa düşmədinizsə, bir də təkrar dinləyin. Baxın, narazı qaldığım, doğru dildə narazı qaldığım, həyatımda indi olan nələrsə varsa, şuuraltı olaraq özümə bu şeyləri layiq bilmişəm deyə həyatımda var. Necə olmasını istəyəcəyim şeylər var, tutalım ki, atıram. Mən bir otaqlı evdə qalıram, amma mənim arzum 3 otaqlı evdə qalmaqdır. Amma bir otaqlı evdə qaldığıma görə şikayət edirəm. Çünki eqom deyir ki, sən bura layiq deyilsən. Şuuraltımsa deyirsən, bir otaqlı evə layiqsən. Eqom deyir, 3 otaqlı, məsələn deyirəm. Demək ki, mən 3 otaqlı evə şuuraltı olaraq özümü layiq bilmirəm. Ona görə də həyatımda bir otaqlı ev yaratmışam. Bu nümunədir, yəni bunu maddi, mənəvi prosesin ömrü. Və yaxud da ki, yoldaşım. Yoldaş demək, gəlin biraz daha yüngül mövzulardan gedək. Çünki yoldaş deyəndə çoxunuz boşana bilərsiniz. Ona görə, yəni bəzi baxırsınız belə risklər olur. Ona görə gəlin partnyor deyək, fərqi yoxdur, sevgili deyək. Tam ki, mənim atıram, prosto tak deyək ki, məsələn, mənim partnyorum var, içki içir, məni döyür, amma məni sevir, amma maddidə yaxşıdır da, tutalım deyirəm. Amma şikayət edirəm, məni döyür, məni söyür, amma partnyorumla deyirəm. Deməli, mənim şuuraltım məni layiq bilir ki, sən döyənə, söyənə layiqsən. Doğru dildə izah elədim. Və yaxud da ki, bir neçə nümunə, mənim partnyorum var, tutalım ki, atıram, davamlı mənə xəyanət edir və mən bu xəyanətini bilirəm. Amma şikayət edirəm. Dəyişmirəm də, şikayət edirəm. Nə onu dəyişə biləm, nə özüm, amma şikayət edirəm, tutalım. Deməli, mənim şuuraltım layiq bilir ki, sən xəyanət edən partnyora layiqsən. Yəni, həyatımda yaratmış olduğum hər bir şey mənim layiqlik duyğumdur. Mən daha çoxunu istəyirəmsə, daha çoxunu yaratmağı bacarmalıyam. İndi əsas sual gəlir, Könül xanım, istədiyim həyatı necə yarada bilərəm? İstədiyim münasibəti necə qura bilərəm? İstədiyim maddi dəyəri, istədiyim finansal azadlığı necə yarada bilərəm, qura bilərəm? Nə bilim, istədiyim həyatımdakı şeyləri necə edə bilərəm? Mən sizə burada bir şey deyəcəm. Əgər həyatınızda nəyisə yaratmaq istəyirsinizsə, istəyir münasibət olsun, istəyir pul olsun, istəyir sağlamlıq olsun, istəyir səyahət olsun, istəyir təhsil olsun və s. Sadəcə dəyər duyğunuzla işləmək kifayətdir. Dəyər duyğusunu işləsəz, avtomatik olaraq təsdiq ehtiyacınız ödəniləcək, sevilmə ehtiyacınız ödəniləcək. Yəni, insan 3 təməl duyğusu var. Təsdiq olunma, sevilmə və dəyərli hiss etmə. Bu təməl 3 duyğu ödəniləndə insan həyatında istədiyi hər şey şuurlu fərqindəliklə yarada bilir. O demək deyil, hansısa bir sehir çıxacaq, ya sehirli çubuq olacaq, 755 manifest deyəcəm, gecə yatacaq. Belədən danışmıram. Real, praktik danışıram ki, həqiqətən bu terapevtik hissəni tamamlayanda həyatınızda istədiyiniz şeyi yaradacaqsınız və həyatınızda heç nədən şikayət etməyəcəksiniz. Başa düşəcəksiniz ki, mən şikayət etmək yerinə mən nə üçün bunu şuuraltımda yaratmışam, burada günahlandırmaq yox, mədəni şəkildə sorğulayıb, öz üzərimdə işləyib, o prosesləri aradan qaldırıb və həyatımı yenidən düzənə sala bilirəm. Təbii ki, bunu şəxs tək olaraq bacarmazsınız. Ona görə mütləq şəkildə bir terapiya almalısınız. Xüsusən də mənimlə istəsəz bu barədə terapevtik hissəni keçə bilərsiniz. Və ən pis ehtimalda düşünürəm ki, kiçik bir başlanğıc üçün psixoloji şəxsi inkişaf kanalıma abunə olun. Adı mənəvi həyatlardır və yaxud da şəxsdə yaza bilərsiniz, inboxuma mesaj yaza bilərsiniz. Açıqlama qismində necə əlaqə yaradacağınızı da qoymuşum. Bu hissədə tamamlayıb öz üzərinizdə işləyə bilərsiniz. Tamam mı? Aydın oldu mu? Həyatımda nə varsa dəyər duyğumdan bağlıdır. Həyatımda nə yaratmışamsa dəyər duyğuna əlaqəlidir. Layiqlik səviyyəm yüksək olmadıqca, həyatımda yarada biləcəyim şeylərin sayı da azdır, minimalistdir, şikayət etdiyim şeylərdir, narahat olduğum şeylərdir. Deməli, buradan ortadan nə çıxır? Mən həyatımda nə yaratmalıyam? Həyatımda yarada biləcəyim etaplardan biri də layiqəm. Mən sizə tapşırıq verirəm. Layiqəm. Belə qəşəng yazıram da hətta. Mən nəyə layiqəm?
Çoxunuz deyəcəksiniz sözdə, amma şuuraltı inanmayandan sonra milyon dənə deyin ki, mən villaya layiqəm, mən gəzməyə layiqəm, mən sevilməyə. Başa düşürsünüz, bu asan bir proses deyil. Bir dənə sözlə dəyişmir həyatınız. Bu dərin psixoloji mexanizmdir. İnsan həyatda özünü nəyə layiq bilirsə, həyatında da onu net yaradır. Və sizə 3 dənə açar cümlə deyəcəm. Birinci etap. Allah var, yaradan var. Bunu hansı dindən sitayiş edirsiniz edin. O deyir sizə bəzən, onun adı nədir? Adı yadından çıxdı. Kainat mənə göndərir. İstəyirsiniz kainat deyin, istəyirsiniz evren deyin. Hə, evren. İstəyirsiniz Allah deyin, istəyirsiniz yaradan deyin. Mən Allaha inanıram. Yəni mənim fikrimi soruşursa mən Allahı qəbul edirəm. Yəni burada dini söhbətlərdən getmir, söhbət yəni paçalamayın. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Allah var və hər şeyi yaradan var. 2 yox, 1. Təslimiyyət. Təslimiyyət dediyiniz şey bizim kontrolumuzda olan və olmayan şeylər var və bu şeylərə görə Allahı günahlandırmırıq, valideynlərimizi günahlandırmırıq, özümüzü günahlandırmırıq. Əlimizdən gələni edirik və onu zamana təslim etməyə bacarırıq. Bəzən sizə öyrədirlər, evrənə sifariş et. Bu sifariş əslində odur ki, mən həyatımı dəyişmək üçün addımlar atıram, məqsədlər qoyuram, daha sonra onu Allaha həvalə edirəm. Yəni birinci qaydanız budur ki, birinci deyəcəyim cümlə. Allah var, yaradan var. Həmişə nə ediriksə təslimiyyətdən edirik ki, o istədiyimiz şeyi çataq və proqramlayaq. İkinci, həyatda hər şeydən boldur. Həyat hər şeydən boldur. Həyat təkcə 100 manatdan ibarət deyil, 500 manatdan ibarət deyil, 10 min manatdan ibarət deyil, 1 milyondan ibarət deyil, milyardlardan ibarət deyil. Həyatda hər şeydən boldur. Ona görə istədiyiniz qədərini istəyə bilərsiniz. Amma layiqlik duyğunuz nə qədər icazə verirsə, içi mən qarışıq, mən sizdən fərqli deyiləm. Ümumiyyətlə danışıram. Layiqlik duyğumuz bizi, baxın, gəlin bu videonu 5 il sonra da mən təkrar baxış eləyərək, görək mənim həyatımda nə dəyişib sizin həyatınızda, hətta 1 il sonra. Mənim layiqlik duyğum, tutumum nə qədərinə icazə verirsə, o qədər var. Bu oldu bizim ikinci əsas qaydamız. Üçüncü əsas qaydamız odur ki, hər kəsə uyğun hər şey var. Sənə uyğun insan da var, münasibət də var, dostluq da var, sevgi də var, məhəbbət də var. Sənə uyğun şeylər sənə var. Məsələn, könlünə aid olan şeylər sənə aid olmaya bilər, Leylaya aid olan bilər, Əbdülə aid olmayan şeylər. Yəni hamıya aid hər şey var. Həyatında gördüyünüz, hətta maşın olsun, ev olsun, hər kəs istədiyi şeyi yarada bilər. Birinci şuuraltı dəyər duyğusundan işlənilməlidir. Daha sonra o real həyatda addımlarla 3 qaydanı bilərəkdən yaratmaq olar. Bu növbəti mən sizə manifesting videosu çəkəcəm. Hal-hazırda özüm onun üzərində işləyirəm. Güclü təhlillər aparıram, analitik və özüm tətbiq edirəm ki, nəticəmi də sizinlə bölüşüm, boş-boş video çəkməyim. Yəni hər kəsə uyğun hər şey var. Hər şey, yəni istədiyimiz hər şey mümkündür də. Yəni düşünün ki, hər kəs var. Ya sən düşünmə ki, bütün kişilər Azərbaycanda nə bilim ancaq evə qız alır atır. Yəni düşünmə ki, xarici kişilər pozğun olur. Ya da düşünmə ki, xaricdə insanı oğurlayırlar. Yox, hər kəs uyğun, hər şey uyğun, hər kəs var. Təbii ki, suallar indi beyninizdə çox yarana bilər. Belə olan halda tövsiyə edirəm sual verin. Amma mən burada yenə də deyirəm, hər kəsin anlaya bilməyəcəyi bir dildən bəlkə danışdım. Çünki yəni deməyim ki, Pro 3 səviyyədən danışdım, Pro 1-dən danışmadım. Ay dəyər duyğusu budur. Yox, mən bura qədər gəlib öz üzərində işləmiş. Həyatımda psixoloji həcmi nə qədərdirsə, həyatımda özümü nəyə layiq bilirəmsə, çölümdə də onu yaratmışam. Bu qədər bəsit. Layiqlik, təbii ki, bunu birdən-bir işləmək olmur. Yavaş-yavaş, etap-etap mən özüm də işləyirəm ki, bu duyğu artsın, proqramlanır. Bunlar texnikalarla, terapiyalarla mümkündür. Ona görə də yenə deyirəm, zamana çatmayın. Hətta ən kiçik bir başlanğıc belə sizin üçün başlanğıc ola bilər. Sadəcə psixoloji inkişaf kanalının üzv olmaqla belə başlaya bilərsiniz. Mənim yaratmış olduğum proqram terapiyaya belə qoşulmaqla başlaya bilərsiniz. Yəni niyə satırsınız ki? Özünüz. Ona görə şikayət etmirik. Başa düşürük ki, həyatda nə yaratmışamsa mən yaratmışam, bilərəkdən bilməyərək özümüzə dönürük, özümüzlə işləyirik ki, layiqlik duyğumuzun üzərində iş aparaq və özümüzü daha çoxuna layiq bilək. Ümid edirəm ki, video sənə faydalı oldu. Təbii ki, bu videonun part 2-si gələr, amma fərqli məzmunda gələcək təbii ki. Bu video məncə bura qədər kifayətdir. Bəyəndinizsə şərh yazmağı, fikirlərini, suallarını verməyi, bəyənməyi, dostlarla paylaşmağı və YouTube kanalıma abunə olmağı unutma. Bəzi şeylər səni silkələyə bilər, analizlər apara bilərsən. Mən xoşlayıram bu tərz insanları. Sevgi ilə qal, sevilirsən.